Həzrət Əbubəkir Əs-Siddiq radiyallahu anh İslam tarixində sədaqətin və sarsılmaz imanın ən parlaq simvollarından biridir. O, Qureyş qəbiləsinin Bəni Teym qolundan idi. Cahiliyyə dövründə belə əxlaqı, yumşaq xasiyyəti və etibarlılığı ilə tanınırdı. İnsanlar ona mallarını, sirlərini rahatlıqla əmanət edərdilər. Çünki Əbubəkir yalan bilməz, xəyanət tanımazdı. O, Peyğəmbərimiz Həzrət Muhammed sallallahu aleyhi və səlləmin İslamdan əvvəl də ən yaxın dostuydu. Rəsullaha ilk vəhiy gəldikdən sonra heç bir tərəddüd etmədən İslamı qəbul etdi. Soruşmadı, şübhə etmədi, sübut istəmədi. Çünki o, Peyğəmbəri tanıyırdı. Bu səbəblə ona Sıddıq, həqiqəti tərəddüdsüz təsdiq edən adı verildi. Müşriklərin zülmü artdıqca Həzrət Əbubəkir radiyallahu anh bütün varlığı ilə Rəsulullah sallallahu aleyhi və səlləm yanında oldu. Kölələri azad etdi, zəifləri qorudu, malını İslam yolunda heç düşünmədən xərclədi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdu: "Heç kimin malı mənə Əbubəkrin malı qədər fayda verməmişdi." İsra və Mirac xəbəri yayıldıqda müşriklər bunu istehza mövzusu etdilər. Həzrət Əbubəkrə gəlib Peyğəmbərimizin dediklərini söylədilər. O isə bir an belə tərəddüd etmədən belə dedi: "Əgər bunu o deyibsə, doğrudur." Bu söz şərhə ehtiyac duymayan bir imanın ifadəsi idi. Hicrət gecəsi gəlib çatdıqda tarixi həkk olunan o səhnə yaşandı. Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm Məkkədən çıxarkən yol yoldaşı Həzrət Əbubəkir ilə idi. Sevr mağarasında 3 gün birlikdə qaldılar. Düşmənlər mağaranın ağzına qədər gəlib çatdıqda Həzrət Əbubəkir qorxdu. Lakin bu qorxu özü üçün deyildi. O, Rəsullahın zərər görməsindən narahat idi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm onu sakitcə buyurdu: "Kədərlənmə, Allah bizimlədir." Bu söz möminlər üçün təvəkkülün və sədaqətin ən böyük təskinliklərindən biri oldu. Mədinədə Həzrət Əbubəkir radiyallahu anh Peyğəmbərimiz sallallahu aleyhi və səlləm kölləsi kimi yaşadı. Bədir, Uhud, Xəndək və bütün çətin anlarda onun yanındaydı. Uhud döyüşündə o, Rəsullahın önünə sipər oldu. Canını qorumağı deyil, Peyğəmbəri qorumağı düşündü. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm vəfatı ümməti sarsıtdıqda hamı donub qalmışdı. O an ayağa qalxan Həzrət Əbubəkir oldu. Sakit, amma qətiyyətli səslə dedi: "Muhammedə iman edən bilsin ki, Muhammed vəfat etmişdir. Kim Allah ibadət edirsə bilsin ki, Allah diridir və ölməz." Bu sözlər ümməti ayaqda saxladı. O, ilk Raşidi xəlifə oldu. Xilafəti dövrü qısa olsa da son dərəcə ağır idi. Yalancı peyğəmbərlər çıxdı, zəkatdan imtina edənlər oldu. Lakin Həzrət Əbubəkir haqdan bir addım belə geri çəkilmədi. Belə dedi: "Rəsullaha verdikləri bir ipi belə verməkdən imtina etsələr, onlarla döyüşərəm." Bu, onun yumşaq xasiyyətinin arxasındakı sarsılmaz iman gücü idi. Həzrət Əbubəkir radiyallahu anh sadə yaşadı, sadə öldü. Xəstə yatağında belə dövlət malını hesabladı və bir dirhəmin belə haqsız qalmasını istəmədi. Hicri 13-cü ildə vəfat etdi və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm yanına dəfn oldu. Həzrət Əbubəkir Əs-Siddiq radiyallahu anh sədaqətin imana çevrildiyi bir həyatın adıdır. O, güc ilə deyil, dürüstlük ilə, qorxu ilə deyil, təslimiyyətlə rəhbərlik etdi. Onun həyatı bizə öyrədir ki, iman bəzən səssiz olar, lakin ən çətin anlarda ümməti ayaqda saxlayan da məhz o səssiz imandır.